Amma bir nəfərin sualı məni çox maraqlandırdı. Deyir ki, Səidə xanımdan soruşur, Röya münasibət necədir? Ümumiyyətlə, Röyanı mən rəqsənədən əvvəl tənqid eləmişim. Səhifəmdə də baxa bilərsiniz. Tam deyim, ümumiyyətlə bu rəqsanə ilə bağlı fikrin videoların çoxunun altında yazırlar ki, Aygün və Röya haqqında niyə yazmışsan? Ümumiyyətlə, sən orada Aygün Kazımovanın da adını çəkmişdin, amma bir ehtiram da var idi, bir sevgi de var idi. Zaten Aygün Kazımovanı hamı çox sevir, hamı hörmət edir, onun enerjisinə, səsinə. Bəs ümumiyyətlə, baxın, burada konkret Röya yazdılar. İstəyən bu iki ulduz haqqında. İndi ən tapa bilərəm görəsən. Çünki bunlar elə bilirlər ki, mən məsəl üçün Röyadan, Aygün Kazımovadan qorxuram, rəqsanədən qorxmam. Amma sizə bir şey deyim, yeri gələndə rəqsanədən daha çox qorxmaq lazımdır. Çünki onun danışıq tərbiyi, filan kəs belə. Hədə qorxu gəlmələri filan. Nə Aygün Kazımova, nə də ki Röya da indiyə qədər. Onlar ümumiyyətlə qorxusuzlar. Niyə? Çünki adamlar öz sənətləri ilə yaşayan adamlardır. Və adamlar bilirlər ki, Səidə Bəkir qızı jurnalistdir. Məsələn, Rəqsanə xanım sonradan araşdırıb ki, mən ciddi jurnalistika ilə məşğulam. Sonradan bilib ki, baxıram ki, adamın işi belədir. Həm də ki, yeri gələndə o mənə reklam elədi də. 2 milyon adam nə vaxt baxmışdı ki, Rəqsanə İsmailovaya? Bilmirəm, bəlkə də baxmışdı, bilmirəm. Amma mən məsəl üçün görməmişəm. Bəlkə də mən indi izləmirəm gündəlik ona görə. Amma sizə deyirəm, Röya və Aygün Kazımova qəti qorxulu deyil, nəinki Rəqsanə İsmailova. Çünki gördüyünüz kimi, yəni adam deyir, gözünü yumar, ağzını açar sənlə bağlı. Belə nə gəldi deyə bilər də, nə gəldi deyə bilər. Amma Aygün Kazımova Röya onu heç vaxt eləyə bilməz. Röya ümumi bir dəfə elə mənim dediklərimdən çıxış eləyərək deyib ki, bilirsiniz nə var, mənim qeymimdən işiniz olmasın. Mən belə xoşbəxtəm, mən belə sevirəm, siz mənim mahnılarıma qulaq asın. Adımı çəkmədən. Amma onlarla bağlı da danışanda mən ümumiyyətlə Aygün Kazımova ilə bağlı illər bundan öncə TikTok yox idi. Facebook səhifəmdə yazmışdım ki, bizim xalq artistimiz belə olandan sonra eyni paltarın yaşıl rəngini geymişdi. Bugün də Facebookumda var. Girib incələyə bilərlər. 5 il filan əvvələ gedib. Və bir də ki, təqribən 6 ay bundan öncə Mediatürkün efirində şəkilləri ilə, videoları ilə qoymuşam. Röya Ayxan, Lalə Məmmədova, çünki son vaxtlar o da başlayıb baxı belə sinə başı açmağa. Heç yaraşdırmadım Lalə Məmmədovaya, çünki o lüt gəlməmişdi səhnəyə. Bəziləri var ki, lüt savadlı insan deyir, yəni onun o savadı ona imkan verməməlidir. Aygün Kazımova açıq-saçıqlıq gətirib səhnəyə. Röya Ayxan da açıq-saçıqlıq gətirib. Biz onları qəbul etsəkdi, etməsəydi belə qoyulur, düzdürmü? Gülzarə Ağayevanın sonradan soyunmağı çox pis görünür, çox pis görünür. Lalə Məmmədovanın sonradan soyunmağı çox pis görünür. Çünki bunlar, yenə də deyirəm, bunlar geyimləri ilə sevdiriblər özlərini. Biz Aygün Kazımovanı tutaq ki, həm şıltaqlığı ilə, açıq-saçıqlığı ilə, həm də mahnısı ilə paralel gəlib də adam. Hamısı, gözəlliyi. Bəli, belə gəldi. Amma biri də var ki, sən gəlirsən, birdən deyirsən ki, yox, nəsə normal qabağa gedəmirəm, nə inirsən, paltarın bu hissəsini kəsirsən. Day belə çıxır. Bu o demək deyil. Mən yenə dedirəm, Aygün Kazımovanın nəyindən qorxacam? Və yaxud da ki, Röya Ayxanın nəyindən qorxacam ki? Əksinə, 100 dəfə də onlarla danışsam, onlar heç vaxt mənə cavab verməyəcəklər. Nəyə görə? Çünki onlar görəcəklər ki, mən haqlı tənqidim eləyirəm, təhqir eləmirəm deyə ağıllı adamlardır, yendirəm, özlərini veriblər sənədə. Əsl ulduzdular da, yəni özlərini elə ulduz kimi də aparırlar. Mən yenə dedirəm, o ulduz məsələsində mən qəbul eləmirəm. Mənim üçün kimsə ulduzdur, ulduz. Məsələn, mənə görə, dünənlərin biz də danışdıq. Mənə görə, məsələn, səsi ilə Aygün Kazımovanı da, Röya Ayxanı da, Tünzalə Ağayevanı da, Lalə Məmmədovanı da səsi ilə yiyəcək adam Ofeliya Şabanovadır. İndi Ofeliya Şabanova hələ ulduz olan